dövlət başçısı İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin sayı tərkibi ölkənin dünyada nüfusun daha da artırdığını aydın şəkildə görürük. Reportun məlumatına görə bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. O qeyd edib ki, açıq və çox şaxəli xarici siyasət kursu həyata keçirən Azərbaycan ənənəvi tərəfdaşı ilə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirməklə yanaşı yeni dostlar qazanır. Əməkdaşlığın coğrafiyasını daha da genişləndirir. Bütün bunlar düşünülmüş və gələcəyə hesablanmış siyasətimizin uğurlarıdır. Azərbaycan hər zaman sülh və təhlükəsizliyə, əməkdaşlığa çağırışları ilə diqqətdədir. Prezident İlham Əliyevin oktyabr 1-də Danimarkanın baş naziri Mette Frederiksen'in və Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa'nın dəvəti ilə Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısına iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri bunun bariz nümunəsidir. Deputat vurğulayıb ki, qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması olan Avropa Siyasi Birliyinin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bu çağırışların hər biri Azərbaycan xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Hazırki dövrdə yeni dünya nizamının formalaşdığını və nəzərə alsaq, ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin hadisələrə praqmatik yanaşmasının həm regionda, həm dünya üçün nə qədər önəmli olduğunu da görə bilərik. Və Rəhimzadə bildirir ki, dövlət başçısı İlham Əliyevin zirvə toplantısı çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərdə də əsas diqqət göstərilən məsələ Azərbaycan sülh gündəliyinin müəllifi kimi atdığı real addımlar, Vaşinqton razılaşmaların əldə edilməsinə gedən yol ən əsası dayanıqlı sülhün və təhlükəsizliyin təmin etməsi ilə regionda dünya siyasətində yeniliklər oldu. Ədalətli dünyanın formalaşması bütün dövlətlər üçün Azərbaycan əsas çağırışı olub. Bu gün ölkəmizin qlobal problemlərin həllinə davamlı töhfələri də özünün mühüm məqamlar etibar edir. O deyib.